Güçlü bir münasibətdə siz və sənə maraqlıdır fikrindəki insan səni seçəcəkmi? Yoxsa elə ona mı qayıdacaq və ya onunla mı qalacaq? Gəl baxaq. Birinci baxaq, fikrindəki insanın hal-hazırda üçüncü şəxslə münasibəti hansı enerjidədir? Üçüncü şəxsin ona qarşı niyyəti nədir? Fikrindəki şəxsin üçüncü şəxsə qarşı niyyəti nədir? Və niyə fikrindəki insan hələ də onunla münasibəti varsa da davam etdirir və yaxud da ki, hələ də ayrıla bilmir? Hazırda onların münasibəti hansı enerjidədir? Hazırda onların münasibətləri mübahisəli bir durumdadır, belə deyim. Amma mütəmadi baş verən bir sıxıntıdır. Məsələn, yola getmirlər, tutaq ki, nəyisə həll edə bilmirlər və yaxud da ki, aralarında bir vaxt bundan əvvəl mübahisə olubdur. Hal-hazırda onu həll eləyib və düzəldiblər, yəni belə deyim. Hələ ki ayrılmaz bir cütlük kimi görünürlər və sosial şəbəkə üzrə və hər hansısa bir şəkildə bunların hələ də münasibətləri davam edir. Üçüncü şəxsin ona niyyəti nədir? Fikrindəki insana niyyəti nədir? Üçüncü şəxsin niyyəti bilirsinizmi nədir? Belə deyim də, hansısa bir asılılıqdır. Üçüncü şəxsin fikrindəki insana niyyəti nədir? Üçüncü şəxsin fikrindəki insana niyyəti nədir? Yəni, bu niyyətin içində yalan da var. Belə deyim, ortada sevgi yoxdur. Çünki üçüncü şəxsin ona sevgisi yoxdur. Sadəcə onun həyatında saxlamaq istəyir. Sadəcə onun geri qaytarmaq istəyir bir şəkildə. Aralarında ayrılıq olubsa da belə və yaxud da ki, mübarizə aparmaq istəyir. Bilir həyatında, tutaq ki, siz varsınız və ya başqa birisi var, onu qaytarmaq istəyir. Burada maddi maraqlar da daha çox rol oynayır. Yəni, bu insan özü tək başına, tutaq ki, üçüncü şəxs deyirəm. Belə deyim də, çox bezpomoşlu bir adamdır. Yəni, özü maddiyatla əlaqədar bir pul qazana bilmir, bir işi gücü yoxdur. Hər nədirsə, yəni bundan asılıdır və bunu öz həyatında saxlamaq istəyir maddi maraqlarına görə. Sadəcə bu, yəni belə bir şey var. Sevgisi yoxdur ona qarşı. Niyə həyatında saxlamaq istəyir? Çünki onun həyatında olmağı ona güc verir. Çünki maddi cəhətdən də, mənəvi cəhətdən də hər bir şey təmin olunur. Özünü, nə bilim, kral-kraliçə kimi hiss edir. Ona görə də üçüncü şəxs fikrindəki insandan əl çəkmir. Bir şəkildə onu geri qaytarmaq istəyir. Baxın, bəs fikrindəki insanın üçüncü şəxsdə niyyəti nədir? Fikrindəki insanın valla üçüncü şəxsə elə birinə sevgi niyyəti yoxdur, nə bir şey yoxdur. Yəni, o olmasa da yaşaya bilər. Sadəcə üçüncü şəxs bir şəkildə bunu manipulyasiya eləyir. Bir şəkildə bunu yazıq kimi göstərmək istəyir, agitasyonlarmı eləyir. Hər nədirsə, yəni onu həyatına geri qaytarmaq istəyir daimi olaraq. Yəni üçüncü şəxs sadəcə olaraq bunu belə deyim də məsuliyyətlərin altına salır ki, sən məni belə deyim də, mən sənə görə tutaq ki, filan kəsdən ayrılıb sənə gəlmişəm, sən mənim arxa durmalısan və yaxud da ki, mən sənə güvənib addım atmışam, sən məni yarı yolda qoymamalısan və s. Belə bir manipulyasiyalardır. Üçüncü şəxs fikrindəki insan niyə ondan hələ də danışır və ya davam edir? Yəni, belə deyim, fikrindəki insan onunla danışmaq istəmir. Boşluqdadır bu münasibət, boşdur. Sadəcə üçüncü şəxs əl çəkmir. Gəl baxaq, fikrindəki insan ümumiyyətlə üçüncü şəxslə münasibətini davam etdirmək istəyirmi? Ortada davam etdirmək kimi bir niyyəti yoxdur. Bu adam, baxın, istəyir ki, o özü bundan əl çəksin. Fikrindəki insan elə bil ki, sanki mərhəmət duyğusu mu var və yaxud da ki, məsuliyyət duyğusu mu var. Hər nədirsə, üçüncü şəxsin özünün bundan uzaqlaşmağını istəyir. Yəni, özü dilimi gəlmir, nə bilim, qorxurmu, çəkinirmi, hər nədirsə, yəni istəmir. O əl çəkmir bundan. Məsələ budur. Yaxşı, baxaq. Üçüncü şəxs, baxıram. Ümumiyyətlə, planı nədir fikrindəki insanla əlaqədar? Gəl planına baxaq. Üçüncü şəxsin fikrindəki insanla əlaqədar planı nədir? Üçüncü şəxsin planı nədir fikrindəki insanla əlaqədar? Gəl baxaq. Burada çünki görürəm ki, üçüncü şəxs sadəcə, belə deyim də, bir manipulyasiya ilə bir şəkildə bunu təzədən geri qaytarmaq və öz həyatında, öz kefinə davam eləmək və hətta bəzilərinizdə evlilik niyyəti falan da var üçüncü şəxsin ki, yox, o mənim olacaq, o məndən ayrılmayacaq, çünki mənim gücüm, enerjimdir. Üçüncü şəxs fikrindəki insana hansı addımlar atacaq? Duyğusal addımlar atacaq, manipulyasiyalar və burada mən sizə deyim ki,
Dualardan, cadulardan da istifadə edir və mütəmadi şəkildə istifadə edir. Yəni indi başa düşüldü ki, fikrindəki insan ondan niyə tamamilə belə deyim də əlaqələri kəsə bilmir? Çünki burada ortada magiya da var və magiya vasitəsilə onu bir şəkildə özünə bağlayıbdı. Yəni bu adam istəmir onu, bilirik, sevmir onu, bilirik, ayrılmaq istəyir, bilirik, amma ayrıla bilmir. Niyə? Ortada bağlılıq var, ortada magiya var. Ona görə də ayrıla bilmir. Fikrindəki insan hansı addımları atacaq? Bəs üçüncü şəxsə qarşı fikrindəki insan üçüncü şəxsə hansı addımlar atacaq? Addımlar yazıq atmaq istəmir ki, burada sadəcə çarəsiz magiya içində olan birini görürəm. Yəni sadəcə o hansı əməli eləyir, hansı sözləri deyir, bu da ondan gedəcək. Bu bizə istəyir ki, bu yuxu tez bitsin. Gəl baxaq belə. Bəs bunların münasibəti nə ilə nəticələnəcək? Fikrindəki insanın üçüncü şəxslə münasibəti nə ilə nəticələnəcək? Bunların axırı əslində yoxdur. Amma baxın, burada magiya olduğuna görə bunların, belə deyim də, bitiş görmürəm bunlarda. Nə qədər bu üçüncü şəxs buna manipulyasiyalar eləyəcək, nə qədər əl çəkməyəcək, elə də o onun əlinin içindədir. Çünki maddi cəhətdən də, mənəvi cəhətdən də bu insandan istifadə edir. Yəni qarşınızda çox güclü bir rəqib var, belə deyim, və özünüz necə istəyirsiniz, elə də mübarizə aparın. Gəl baxaq, bəs fikrindəki insan səninlə münasibəti davam etmək istəyirmi? Səninlə birləşmək istəyirmi? Fikrindəki insan bəs səninlə əlaqədar fikirləri nədir? Fikrindəki insanın sənlə əlaqədar fikirləri nədir? Bu adam bütün duyğusal cəhətdən sənə bağlıdır. Sadəcə baxın, aranızda sizin də mübahisə olubdur, hər nədirsə, yəni bu insan özü bu dəqiqə təklənibdir, belə deyim. Fikrindəki insan səninlə nəticə etibarilə birləşəcəkmi? Səninlə, səni seçəcəkmi? Fikrindəki insan səni seçəcəkmi? Fikrindəki insan zaten səndən uzaqlaşmaq istəmir də, burada bax, nə ondan, yenə deyirəm, o əl çəkmir bundan. Yəni bu insana dəstək lazımdır bir şəkildə. Ya bunu təmizləmək, ya üçüncü şəxsdən özün məşğul olmalısan tamamilə uzaqlaşdırmaq üçün, ya da ki bu üçlü bir durumda davam eləməlisən. Başqa bir yolu yoxdur bunun. Sən bəs fikrindəki insanla münasibəti davam etdirsən, sənin üçün xeyirlidirmi? Gəl buna baxaq. Fikrindəki insanla münasibəti davam etdirsən, sənin üçün xeyirlidirmi? Çox çətinliklər olacaq sənin üçün, çox əziyyətlər olacaq. Bunun tez-tez yalanlarını görəcəksən, bunun tez-tez acizliyini, çarəsizliyini görəcəksən və mən sənə deyim ki, axır əvvəl sən onun başını buraxacaqsan, necə deyərlər loru dildə, və sən bu münasibəti bitirəcəksən ki, get nə halın varsa gör. Düzdür, sən bitirsən belə o səndən əl çəkən deyil, sənə addımlar atacaq, bir şəkildə qayıtmaq deyəcək, artıq seçim sənindir. Aldım, qəbul edim, yaz ətrafı baxım üçünsə profildəki nömrə ilə əlaqə saxlayın.